içerisindeyik, Şaban ayının ve bu ayın mübarek gecelerindeyiz. Hz. Peygamberimizin sallallahu aleyhi ve sellemin haç ehl-i beytinden olan, dünyaya gelen haç övladların mübarek nurlu günlerindeyiz. Çok əzəmətli günlərdir. Bu günlərin Allah Teala nurunu, rəhmətini, bu günlərin bərəkətini hər birimizin ömrünə, gələcək günlərinə inşallah Allah Teala bərəkət qərar versin. Əvvəla Peyğəmbər balası zamanəmizin imamına təbrik deməliyik, hər birimiz onu təbrik edirik. Sonra da inşallah onu tanıyan, ona itaətdə sabit qədəm olan müsəlmanlara, müminlərə təbrik ərz edirik ki, yerin və göylərin zinətinin və onun övladı, oğlu İmam Zeynəl-Abidin əleyhissalamın və qardaşı Hz. Əbülfəzl Abbas əleyhissalamın mübarək mövludunu qeyd edirik. Bu mövludlar şükür Allaha ölkəmizdə məscidlərdə zikr olunur, qeyd olunur. Xırdalan Cümə məscidində də Allah hifz eləsin, Elnur qardaşımızı, Kərbəlayı Nuru və xidmətdə dayanan qardaşlarımızı, Fərəz qardaşımız, Hüseyin qardaşımız, adlarını bilmədiyim qardaşlarımız, Allah Teala onları hifz eləsin. Bu məclisləri təşkil edirlər və xidmətləri var məclislərin təşkilində. Siz möminlərin iştirakı bu bəzəkli Allah Teala'nın zinətləndirdiyi məclislərin zinəti də elə sizsiz. Çünki möminlərsiz məscid zinətsizdir. Məscid onda zinətlənir ki, məclis onda bəzənir ki, o məclisi möminlər huzur edir, yəni iştirak edir, hazır olurlar. Allah Teala hamımızın müvəffəq eləsin. Bu gözəl məclisdə iştirak eləməyi hər bir insana nəsib olmasını dərin qəlbimizdən təmənna edirik. İnşallah hər birimizə bu gözəl məclislərin nuru, zinəti inşallah şamil olsun. Əvvəla Quran-ı Kərimdə İsra surəsinin ilk ayəsində Uca Allah buyurur: Bismillahirrahmanirrahim. Subhanəl-ləzi əsra bi'abdihi leylen minəl məscidil harami iləl məscidil əqsəlləzi barakna havləhu linuriyahu əyətinə. Sadaqallahu aleyhi. Allah-u Teala buyurur ki, haç və münəzzəhdir o Allah ki, öz qulunu Məscid-i Haramdan ətrafı bərəkətləndirilmiş, bərəkətli etdiyimiz Məscid-i Əqsaya mirac elətdirib və oradan da uca Rəbbimizin, Allahın huzuruna apardığımız o qulun miracı, mirac elətdirən o Allah ki, biz ona öz ayətlərimizi göstərmək üçün bu miracı yerinə getirdik. Yəni, Allah Teala'nın Həzrət Peyğəmbərimizi Mirac gecəsində Məkkədən, Məscid-i Haramdan, Məscid-i Əqsaya və ondan sonra 7 səmanı keçərək, Peyğəmbərlərlə görüşərək, Allah Teala'nın mələkut aləmi ilə tanış olaraq, cənnət və cəhənnəmi görərək, Sıdrat-ı Müntahaya qədər qalxıb, oradan da o tərəfə heç bir məxluqun, hətta müqərrəb mələklərin belə qalxa bilmədiyi Allah Teala'nın huzuruna qaldırdığı Həzrəti Peyğəmbərimizin bu miracı bir səbəbdən ötürü idi. Lenuriyahu əyətinə. Biz ona, yəni Peyğəmbərə öz ayətlərimizi, öz nişanələrimizi göstərmək üçün apardıq.